Azərbaycanda 4-cü sinif şagirdlərinin oxu savadlılığının inkişafını qiymətləndirən Beynəlxalq PIRLS 2026 tədqiqatının əsas mərhələsi keçirilir. Tədqiqatın əsas mərhələsində ölkə üzrə 224 məktəbdən 6000-dən çox şagird qiymətləndirməyə cəlb olunacaq. Əslində bu müqayisə ona imkan verir ki, PIRLS tədqiqatı ibtidai təhsil səviyyəsində aparılan təhsil siyasətlərinin beynəlxalq müstəvidə obyektiv qiymətləndirilməsini təmin etsin. Hər 5 ildən bir həyata keçirilən PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycan 2011-ci ildən etibarən iştirak edir. Əvvəllər yalnız ənənəvi mətnlər üzərindən şagirdlər qiymətləndirilirdisə, hazırda şagirdlər imtahan platforması daxilində müxtəlif veb səhifələrə, veb saytlara daxil olaraq onlara lazım olan məlumatları tapır və o məlumatlar əsasında tapşırıqları icra edirlər, onları həll edirlər. Və bu bizə imkan verir ki, həmin şagirdlərin rəqəmsal mühitdə oxuyub anlama savadlılığını qiymətləndirək. PIRLS tədqiqatının nəticələri hər tədqiqat dövründən bir il sonra açıqlanır və bu nəticələr ümumi ilk öncə ölkələr üzrə müqayisə olunur. Daha sonra hər ölkəyə bu nəticələr daha ölkə daxilində təhlil olunması üçün göndərilir. Tədqiqatda şagirdlər oxu sahəsi üzrə testlərlə yanaşı təhsil və sosial mühitlə bağlı sualları da cavablandırırlar. Həmçinin valideynlər, məktəb rəhbərləri və seçilən siniflərin müəllimləri də sorğuda iştirak edirlər. Çox maraqlı, qəribə, nə bilim, mənim çox xoşuma gəlir. Həmişə maraqlı olurdu. Sualların hamısına yaxşı cavab verdim. Mətn çox asan idi və suallar da asan idi. Mən elə bilirəm ki, düz yazdım. Orada bir maraqlı sual var idi ki, ağ ayılar harda yaşayırlar? Mənə çox xoşuma gəldi. Mən onu düz yazdım məncə. Bəli, həyəcanlı idim bura gəlməmişdən qabaq, amma gələndə gördüm ki, suallar asandır və çox maraqlı suallardır. Tez bitirdim və əminəm ki, hər şeyi düz yazdım. Təhsil sahəsində qlobal miqyasda əhəmiyyətli göstəricilərdən biri hesab edilən bu tədqiqat təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiya tərəfindən həyata keçirilir. Ölkəmizdə bu prosesi Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi icra edir. Qeyd edək ki, qiymətləndirmə may ayının sonuna qədər davam edəcək.